izleyiciler, bu günləri sizin için semşika halvası hazırlayacağım. Bize esas lazım olan ərzaqlar, yəni ləpə, yəni çiğ ləpədir, amma qovuracaq. Aparat qoyacağım qovurmağa. Bir de yumurtanın ağı. Hazırlama qaydasını da sizə göstərəcəm inşallah. Çıta semşika ləpəsini qovururuq. Koyduk, qovurmağa koyuruq, amma yanından da çəkilmirik, tez-tez qarışdırırıq. Yumurtanın ağını tökdüyü qabağa və mikserlə çırpırıq ağarana qədər çırpırıq. Bir stakan pesok götürürük, dökürük, sonra 70 gram da su ilave edirik. Ve aparırıq, qaynadırıq. Üstünde çöplüklər əmələ gəldi, götürürük birazdan. Bu hazırdır semşikalarımız. İndi isə biz şərbətimizi hazırlayırıq. Və biz blenderlə ləpələri artıq köpüklüklər çıxır, gözəl. Axırına söndürürəm qabın altına. Artıq hazırdır. Mən bunu blenderdən keçirdim. Şərbəti hazırladım. Qaşıqla qarışdırdım. Sonra indi isə belə deyim sizə yumurtanın ağını hazırladım və əlavə edirəm. Çəkdiyim üçün bir bildirdirirsiniz. Artıq hazırdır. Əziz izləyicilər, artıq işimizin sonuna gəldik. Halvamız hazırdır, yoğurdu. İndi boş qaba döküb forma verəcəm. Və belə salafanlayıb soyuducuya qoyub biraz dinlənsin. 1 saat, 2 saat sonra belə deyək, 1 saatda qala bilər, 2 saatda. Ondan sonra kəsib doğru süfrəyə vermək olar.